Əziz dostlar, təsəvvür eləyin, ermənilər Artsakın ensiklopediyasını çap ediblər. Təsəvvür eləyin, baxın nə boydadır. Artsakın ensiklopediyası. Mən nəinki Qarabağın ensiklopediyasını indiyənə qədər görməmişim. Mən Azərbaycan ensiklopediyasını heç kimin evində görməmişim. Bəlkə kimin evində var, deyərdiniz. Bibliotekada bir dəfə rast gəldim, amma heç kimin evində görmədim. Bunu isə ermənilər, baxın, necə səviyyəli hazırlayıblar. İlk öncə göstərim. Çap olunub bu ensiklopediya. Səviyyə baxın. Harada? Bizim qardaş ölkə Rusiyada çap olunub. Aha, Sankt-Peterburg şəklində. Təbii ki, bunların bayraqları, şəkilləri Rusiya özü təsdiqləməyib bu sarsağı. Amma çap eləyib ensiklopediyası. Necədir? Sonra burada bunların şəkilləri, qəhrəmanları, bizim xalqımızı qıran Montenin şəkilləri, hamısı bunlarda burada qəhrəmandır. Sonra Bakıda indi çay içənin şəkli var burada. Bu da buradadır. Bako, Sayka, hamısı qəhrəmandırlar. Bunların kilsələri, sonra Xudafərin, Cəbrayıl rayonunda olan Xudafərin körpüsü. İranla Azərbaycanın Araz kəndisində olan qədimi körpüsü. Hamısı bunların burada ensiklopediyasında var. Aycan, sarsağın xəritəsinə baxın. Hamısı çap olunub Rusiyada. Bilirsiniz nəyə görə canım yanır? İstərdim ki, Qarabağımızın ensiklopediyası Rusiyada çap olunsun. Və bütün evlərimizdə Qarabağımızın ensiklopediyası olsun. Sarsağın yox. Çünki bunlar yatmayıblar. Bunlar 30 il çalışıblar. Prosta bizim həm bəxtimiz, həm prezidentimiz, həm qəhrəmanlarımız çalışdı ki, onlarda ensiklopediya olsun, Qarabağ sarsaq olmasın. Eşq olsun bizimkilərə. Gəlin Qarabağımızın ensiklopediyasını çap eləyək və hər evlərimizdə həmin ensiklopediya olsun. Var olun.